Naxçıvanda Macarıstan Milli Assambleyasının sədr müavini, dünya şöhrətli yazıcı Şandor Lejakın Yaşam üçün nəfəs əsəri əsasında eyni adlı tamaşa nümayiş olunub. Tamaşanı Naxçıvan Dövlət Universitetinin qonağı olan müəllifin özü də izləyib. Naxçıvan Dövlət Universiteti İncəsənət Fakültəsinin təqdim etdiyi tamaşa Macarıstanın kommunist dövründəki ağır ictimai mühiti əks etdirir. Bombalar, qışqırıqlar, qanlar, silahlar. Tamaşanın təsirli məzmunu böyük maraqla qarşılanıb və tamaşaçılar ayaqda alqışlayıb. Tamaşanı əsərin müəllifi, dünya şöhrətli yazıcı Şandor Lejak, Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojev Torma, Türksoyun baş katibi Sultan Rayev, Macarıstanın John von Neumann Universitetinin və Naxçıvan Dövlət Universitetinin rəhbər heyəti və kollektivi, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor Rafiq Əliyev, yazıçılar, müəllim və tələbələr izləyiblər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək tamaşanı Macarıstan və Azərbaycan ədəbi mədəni mühitinə inteqrasiya və töhfə olaraq dəyərləndirib. Rektor əsərin Macar dilindən Azərbaycan dilinə tərcüməsini, məharətli çıxışları yüksək qiymətləndirib, kollektivi təbrik edib. Görkəmli yazıcı Şandor Lejak tamaşanın özünə məxsus və peşəkar təqdimatını dərin təəssüratla alqışlayıb, yaradıcı kollektivə təşəkkür edərək simvolik hədiyyələr təqdim edib. Dünya şöhrətli yazıcı John von Neumann Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. Tamaşanın yaradıcı heyətinə öz təşəkkürümü bildirirəm. Uğurlu tamaşa münasibəti ilə inanıram ki, bu dünən və bugün elmi, mədəni tədbirlər Macarıstan, Azərbaycan, o cümlədən Macarıstandakı Neumann Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasındakı əməkdaşlığa çox mühüm töhfə olacaqdır. Çünki etsiniz də hər şeyə. And the talent of the actor and the actress. Aktör və aktrisanın istedadı həmçinin. Rendezvous munkája. And the work of the Madame Director. Və xanım rejissorun Egyáltalán az egyetemnek a hozzáállása. And in general the work and attitude of the university. Və ümumilikdə isə universitetin ortaya çıxardığı Şveçdə münasibətdə çox möhtəşəm. És a magyarok és az azeriak rokon nép. The Hungarians and the Azerbaijanians are related peoples. Macar xalqı və Azərbaycan xalqı qohum xalqlardır. Büszkék vagyunk magukra. And we are very proud of you. Və biz bununla da fəxr edirik. Bu spektaklini biz Macaristanda göstərmemiz gerek, dünyada göstərmemiz gerek bu tiyatrolarda. Yana bu biz Türk dünyamızda Güzel Sanatlar Üniversitesi'nin asosiyasiyası var. Ben şimdi Sayın Rektör kadar ait söylüyordum. Siz de bu Naxçıvan Üniversitesi'de o asosiyasiyaya girsin. Gelecek yıllarda biz davet edeceğiz bu tiyatrona. Məşhur dramaturg, dövlət xadimi olan müəllif bugün onun bir əsərinin bu universitetdə tamaşaya qoyulması həqiqətən də çox böyük bir hadisədir. Bu universiteti görəndə özü universitet modeli görəndə, bilirsiniz, universitet tək bir məsəl mühəndisliyə və yaxud da tutaq ki, bir neftə aid olmamalıdır ki, universitetdə şaxəli bütün hər bir şey olmalıdır. Bax, dünənki konsert, simfonik orkestr, bugünkü teatr, dünənki auditoriyadakı o intellektual, süni intellektual maraqlarını görün, universitet belə olmalıdır. Kifayət Mahmudova, xanım Rüstəmzadə, NTV Xəbər.